Bəli, bildiyiniz kimi Antalyada diplomatiya forumu keçirildi və Azərbaycanla Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərlərinin bir görüşü oldu. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın açıqlamaları da deyə bilərik ki, bir növ qeyri-konstruktiv davranışların davamıdır. Çünki Ermənistan sülh müqaviləsinin mətnini razılaşdırdıqdan sonra israrlı şəkildə Azərbaycanın digər iki tələbini yerinə yetirmədən sənədi imzalamaqmı istəyir? Bu və digər istiqamətdə bir sıra suallarımız olacaq. Bunu da cavablandırmaq üçün təbii ki, studiyamıza Milli Məclisin üzvü Bəhruz Məhərrəmovu dəvət etmişik. Xoş gəlmişsiniz Bəhruz bəy. Xoş gördük. Siz necə dəyərləndirirsiniz Antalyada baş verənləri və elə az öncə qeyd etdiyim, yəni Mirzoyanın açıqlamaları fonunda Ermənistanın etmək istədiyini? Yəni həqiqətən konstitusiyada və digər ATƏT-lə bağlı məsələdə razılığa gəlinmədənmi sülh müqaviləsini imzalamaq cəhdi göstərir Ermənistan? Təşəkkür edirəm. Azərbaycanın mövqeyi kifayət qədər aydındır və Azərbaycanın əsaslandığı sənədlər kifayət qədər ictimaiyyət üçün də açıqdır və eyni zamanda elə ermənilərin özü üçün də. Çünki bu Ermənistanın əsas ana sənədi konstitusiyadan söhbət gedir. Konstitusiyanın əgər mətnində müvafiq müstəqillik aktına istinad varsa, müstəqillik aktında isə bir mənalı şəkildə Azərbaycan ərazi iddiası irəli sürülürsə, Konstitusiya məhkəməsinin qərarı, yaxud hansı məhkəmənin qərarı burada heç bir formada rol oynaya bilməz. Yəni, Ermənistanda Konstitusiya bir mənalı şəkildə Azərbaycana qarşı ərazi iddialarını etibar edir. Azərbaycanla Ermənistan arasında bağlanacaq istənilən müqavilə isə Konstitusiyaya zidd olacaq. Bu isə o deməkdir ki, Konstitusiyaya zidd müqavilə heç bir formada Ermənistan parlamentində ratifikasiya oluna bilməz. Yəni, Ermənistan və Azərbaycan arasında indiki halda bağlanacaq, indiki şərtlərlə müqavilə heç bir formada Ermənistanda qüvvəyə minməyəcəyi üçün bu, indidən, belə deyək, hüquqi cəhətdən baizisi olmayan bir sənədə, formal sənədə çevrilə bilər. Əslində, Mirzoyan bunu görməzdən gəlmək istəyir və bilirsiniz ki, əks argumentləri ortaya qoymağa çalışır, amma bunlar hamısı boşdur. Bu sadəcə erməni xislətidir və bu, o ki, qaldı Antalya forumu ilə bağlı siz soruşdunuz. Bilirsiniz ki, burada bir mənalı şəkildə hazırda ziddiyyətlərin dərinləşdiyi dünyada qütblər arası gərginliyin artdığı bir məqamda diplomatiyanın rolunun gücləndirilməsindən danışılır. Azərbaycan, eləcə də o, Türkiyə özü kifayət qədər diplomatiyanın, dialoqun, rolunun gücləndirilməsi, münaqişələrdən qaçılması ilə bağlı addımlar atır. Amma görünən odur ki, Ermənistan, möhtərəm cənab prezidentin qısa müddət öncə ADA-da da ifadə etdiyi kimi, beynəlxalq forumda da ifadə etdiyi kimi, Ermənistanda hakimiyyət sadəcə gizli revanşistlərdir. Bu passiv revanşizmdir. Onlar elə göstərirlər özünü ki, Mirzoyan da daxil olmaqla sanki onlar sülh istəyirlər. Amma əslində onlar məqam gözləmək, vaxt qazanmaq və nəticə etibarilə işğal dövrünün status quo-sunu bərpa etmək istəyirlər. Amma maraqlıdır ki, Bəhruz bəy, erməni mediasına da nəzər yetirdim. Onlar bu məsələni, hansı ki, Antalyadakı Xarici İşlər Nazirlərinin görüşünü bu formada təhlil edirlər ki, Azərbaycan, bəli, iki tələb qoyur Ermənistanın qarşısına, ancaq konstitusiyanı dəyişmək bu qədər qısa müddətdə baş verə biləcək bir proses deyil. Ona görə də düşünmürük ki, sülh müqaviləsi Azərbaycanın istədiyi kimi qısa bir müddətdə imzalansın deyə. Yəni, sanki bunu da səbəb olaraq gətirirlər ki, əgər siz bunu istəyirsinizsə, onda sülh müqaviləsi uzanacaq, imzalanmayacaq deyə. Cənab Prezident bununla bağlı kifayət qədər bir kəskin bir bəyanat verir. Sülh müqaviləsi olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, sülh müqaviləsi bugün Azərbaycandan çox Ermənistana lazımdır. Azərbaycan dalan dövlət deyil. Azərbaycan kifayət qədər dünya bazarlarına çıxma imkanına malikdir. Azərbaycan qalib tərəfdir, əməliyyat şəraitinə nəzarət edir. Eləcə də regionda geosiyasi üstünlük, həmçinin relyef üstünlüyü tam şəkildə Azərbaycanın əlindədir. Belə olan məqamda Ermənistan nəyinə və kimə güvənib sülh müqaviləsini ləngitməkdən danışır? Bu özü başqa sual. Görünən odur ki, onun havadarları, Avropa İttifaqının aidiyyatı strukturları, o eyni zamanda sülh fondundan Ermənistanı silahlandıran yenə də Avro strukturları, Fransa kimi dövlətlər, bunlar faktiki olaraq Ermənistanı yalan yer arxayın salırlar. Əslində Ermənistan başa düşməlidir ki, möhtərəm prezidentin dediyi kimi heç kim gəlib onların yerinə döyüşməyəcək. Və indiki məqamda, bəli, konstitusiya dəyişməlidir, əlbəttə dəyişməlidir. Konstitusiya yalnız Azərbaycana görə yox, konstitusiya həm də sərhədləri açmaq istədikləri Türkiyə ilə münasibətlərə görə dəyişməlidir. Bu isə Ermənistanın öz problemidir. Uzun çəkəcək, qısa çəkəcək, onlar bölgədəki proseslərdən, yəni, itirəm elə görünür ki, Ermənistan şəkildə itirməkdə olan da hazırda Ermənistandır. Bu arada elə Türkiyə münasibətlərindən danışmışkən Xarici İşlər Naziri Ceyhun Bayramovun Anadolu Agentliyinə verdiyi bir müsahibə var. Təbii ki, orada deyir ki, Azərbaycanın yəni öz amalı uğrunda mübarizəsində Türkiyə başda olmaqla digər dost ölkələr də Qərbin təzyiqlərini aradan qaldırdı. Yəni, onları planlarını puç etdi deyə bilərik. Burada təbii ki, Birləşmiş Ştatlar, Fransa və Avropa ölkələrinin adını çəkdi bir sırasını, xüsusilə də ittifaq olaraq. Hətta
Hətta Azərbaycana müxtəlif formada təzyiq göstərdiklərini də dedilər. Hətta BMT-də müxtəlif sanksiyalar da ola biləcəyini də dedi. Ancaq Azərbaycan bütün bunların hamısını dəf etdi. Təbii ki, öz gücü sayəsində və az öncə qeyd etdiyim kimi Türkiyə və digər dost ölkələrin dəstəyi ilə. İndiki hazırki məqamda bəs necədir vəziyyət sizcə Bəhruz bəy? Yəni sizcə təhlükə sovuşubmu? Yoxsa hələ də az öncə sadaladığımız necə deyim, hücumlar, planlar hələ də varmı? Burada düzdür, Birləşmiş Ştatları müəyyən qədər kənara çıxara bilərikmi az öncə sadalanan siyahıda? Bilirsiniz, siyasətdə sürətli, intensiv dəyişən məqamlar, xüsusən geosiyasi məqamlarda çox azdır. Və üstəlik nəzərə alsaq ki, Ermənistan 30 illik bir işğal sürdürüb. Üstəlik nəzərə alsaq ki, Ermənistanın himayədarlarının bu bölgədə işğal zəminində böyük planları olub, eyni zamanda iqtisadi planları olub. Bu mənada geosiyasi vəziyyətin bir anda dəyişməsi o qədər də asan görünmür. O cümlədən nəzərə alsaq ki, Ermənistan hakimiyyəti də daxil. Ermənistanda revanşizm hələ də baş qaldırır. Belə bir məqamda təbii ki, proseslər üçün zaman lazımdır. Amma digər tərəfdən baxaq. Bir məqamı xüsusi qeyd edək ki, Azərbaycan bu bölgədə reallığı yalnız və yalnız öz gücünə, özünün hərbi siyasi gücünə möhtərəm cənab prezidentin qətiyyəti ilə əldə edib. Amma digər tərəfdən bizim dostlarımızın, o cümlədən qardaş Türkiyənin bu prosesdə Azərbaycana verdiyi siyasi dəstək, siyasi cəhədin Azərbaycanın yanında olması mütəmadi olaraq qeyd olunmalıdır və ötən dövr ərzində biz bir şeyə diqqət edək. Dünya güclülərlə hesablaşmağı bir mənalı şəkildə qəbul edilən sayır. Yəni, əgər əvvəlki dövrdə, yəni müharibəyə qədər ki, müharibə dövründə Azərbaycanın yanında siyasi dəstəyi ilə Türkiyə idisə və bir neçə qardaş dövlət idisə, bugün artıq Azərbaycan qalib tərəf olaraq, bölgənin geosiyasi taleyini diktə edən tərəf olaraq dayandığı üçün artıq bizim dostlarımızın sayı da artıb. Belə deyək, bizimlə tərəfdaşlıq etmək istəyənlərin də sayı artıb. Və bu mənada mən hesab edirəm ki, vəziyyət, konfigurasiya Azərbaycanın lehinə bir mənalı şəkildə dəyişib. Üstəlik, müharibədən sonra biz Çinlə strateji tərəfdaşlıq müvafiq bəyannamə qəbul etmişik. Türkiyə ilə əlaqələrimizi yüksəltmişik. Müharibə sonrası biz bilirsiniz ki, müvafiq Şuşa bəyannaməsi ilə. Yəni, indiki məqamda o geosiyasi vəziyyət, o dediyiniz indiki vəziyyət müharibədən əvvəlki vəziyyətdən, hətta müharibədən dərhal sonraki vəziyyətdən çox daha Azərbaycanın lehinə dəyişir. Yəni, xüsusi olaraq da Birləşmiş Ştatların mövqeyini də nəzərə alsaq. Bəli, tamamilə doğru deyirsiniz. Birləşmiş Ştatlardakı Soros iqtidarı, Biden, Blinken hakimiyyəti, bunlar bir mənalı şəkildə həm beynəlxalq hüquqa, həm də ki, dövləti ünbəşəri dəyərlərə zidd siyasət yürüdürdü, amma görürsünüz ki, onun da bir dövr idi, başa çatdı. Bu arada Mirzoyanın Antalya Diplomatik Forumundakı bir panel müzakirədə çıxışı da var idi, Bəhruz bəy. Düzdür, biz orada Konstitusiya və ATƏT-in Minsk qrupu ilə bağlı tələbi irəli sürürük. Konstitusiyanı uzun çəkəcək deyə bəhanə edirlər. Ancaq ATƏT-in Minsk qrupu ilə bağlı bir fikri var ki, biz ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məqamı, yəni razılaşmanı sülh müqaviləsi imzalanan günə sala bilərik və müəyyən bir aralıqlardan, fasilələrlə, yəni bir neçə saat aralıqla biz bunu həyata keçirə bilərik, dedi. Yəni görürük ki, artıq Ermənistan ATƏT-in Minsk qrupu ilə bağlı Azərbaycanın dediyinə doğru mu gedir? Ancaq onları əsas saxlayan məsələ Konstitusiya ilə bağlı məsələdirmi? Bilirsiniz, Ermənistan, bir daha deyirəm, bölgədə sülh arzulamır. Sülh arzulasaydı, artıq o sülhün artıq aslında olduğumuzun mahiyyətini dərk edərdi. Biz şərtləri də razılaşdırmışıqsa, artıq bölgədə münaqişə yoxdursa, artıq Ermənistanın Avropa İttifaqının müşahidə missiyasının dəstəyi ilə atəşkəs, o atəş səslərini bölgədə yenidən mövqelərimizi atəşə tutmasını çıxmaq şərti ilə bölgədə faktiki olaraq itkilər yoxdur. Artıq münaqişə başa çatıb. Münaqişə başa çatmış münaqişəni artıq mandatını çoxdan itirmiş və nüfuzunu çoxdan itirmiş. Hətta həmsədrlərin özlərinin təmsil etdiyi dövlətlərin belə bir masaya gəlmədiyi bir təsisat necə davam etdirə bilər? Yəni, Ermənistan indiki halda ATƏT-in dırnaqarası Minsk qrupundan artıq tarixin zibilliyində olan bu təsisatdan özünə əlavə bir xal qazanmaq üçün xüsusi bir imtiyaz kimi istifadə etmək istəyir və sanki Azərbaycana sülh şərtlərindən biri kimi əta etmək istəyir, amma nəticə etibarilə Ermənistan heç razı olmasın. Sizcə himayədarlarından hansısa bir tapşırıq gəlirmi bu və digər məsələdə? Ermənistan xarici siyasət kursunun istənilən tezisi bir mənalı şəkildə himayədarlarından gəlir. Əvvəllər əgər bu yalnız daha çox Vaşinqton isə,
və Fransada təbii ki, amma Vaşinqton bir dominantlıq eləyirdi. Bugün də çox təəssüflər olsun ki, Avropa İttifaqı, Fransa bu prosesdə daha öncülük edir və Ermənistanın bugünə qədər sülhü ləngitməsi, Ermənistanın, məsələn, Ermənistan baş naziri qısa müddət öncə bəyanat vermişdi, ümumiyyətlə NATO Minsk qrupu barədə yox kimi danışırdı. Amma bugün artıq ləğvi ilə bağlı şərait yaranarsa ifadələri işlədilər. Bu deməkdir ki, Ermənistanın bipolyar xarici siyasət kursu mövcuddur və yalnız Ermənistanın ümidinə qalarsa bu bölgədə sülhün əldə olunması çətin məsələdir. Bəli, bu arada düzdür, diplomatik danışıqlar gedir, verilən açıqlamalar da var, ancaq Azərbaycan-Ermənistan sərhədində, xüsusilə Naxçıvan istiqamətində də bir yenidən canlanmanı biz müşahidə edirik. Sosial şəbəkələrdə də videosu var ki, erməni revanşistlər hərbi əməliyyatları bərpa etmək üçün yəni çağırışları fonunda Ermənistan Silahlı Qüvvələri Naxçıvana şərti sərhəddə yeni bölmələr yerləşdiriblər. Yəni bunun kadrlarda yayılıb. Bəs yaxşı, deyək, Antalyada verilən açıqlama nədir? Sülhdən danışılırsa, bəs bu aktivlik nədir? Eyni paralel ritorik sualı mən də qoya bilərəm. Təsəvvür edin, biz bəyanatlar eşidirik ki, hər iki tərəfdən və hətta bununla bağlı təbriklər alırıq ki, sülh müqaviləsinin müvafiq şərtləri razılaşdırılıb. Amma həmin günü axşam artıq təmas xəttində atəş səsləri eşidilir. Eyni sualı burada da qoymaq var. Görünən odur ki, Ermənistan bir addım irəli görsənib, əslində sülh prosesini daha çox addımlarla geri çəkir. Yəni, Ermənistan sülhə maraqlı deyil. Ermənistan bölgədə yeni təxribat ocağının, yeni münaqişə formatının yaranmasında maraqlıdır. Bununla həm yardımları daha çox alacaq, bununla həm diqqəti özünə cəlb edəcəyi. Eyni zamanda Ermənistan, Azərbaycan, cənab prezident açıq şəkildə deyib ki, Ermənistan-Azərbaycan sərhədləri müəyyən edilməyənə qədər heç kim deyə bilməz Azərbaycan əskəri harada dayansın. Heç kim deyə bilməz ki, sərhədlər pozulub. Bu mənada Ermənistan da görünür bu prosesdə bu və digər formada istifadə etmək, hansısa formada mövqelərini möhkəmləndirmək istəyir. Amma burada əsas məqsəd sülhə mane olmaqdır və bir də işğal dövrünün status quo-sunun bərpa olunması məqsədi ilə Azərbaycana qarşı yeni bir təzyiq mühiti formalaşdırmaq. Mütləq formada. Bu arada düzdür, biz sülhdən danışırıq. Hələ ki, düzdür, razılaşma olub Bəhruz bəy olmağına. Ancaq yenə deyirəm, iki şərtimiz hələ ki qəbul edilmədiyinə görə, yəni Ermənistan bununla bağlı addım atmadığına görə sülh müqaviləsinin imzalaması hələ ki real görünmür. Ancaq deyəm, müəyyən bir vaxt keçdikdən sonra, Ermənistan bunu qəbul etdikdən sonra mütləq formada region ölkələrindən belə düşünürəm, təbii ki, təhlilləriniz önəmli olacaq bizim üçün, bir təklif gələcək. Elə heç prosesi uzatmayaq, Gürcüstandan, Xarici İşlər Nazirindən bir təklif gəlib ki, Azərbaycanla Ermənistan bu məsələdə Gürcüstana etibar edə bilər deyə, yəni görünür ki, hansısa bir platforma təklif edir. Yəni belə olan halda digər variantları biz ələsək, təbii ki, Türkiyənin də çıxmaq şərti ilə, çünki bu Ermənistan üçün də maraqlı ola bilər axır vaxtda. Gürcüstan variantından istifadə edə bilərikmi? Yəni Gürcüstan platformasından deyək. Bilirsiniz ki, artıq dövlət başçımız məsələ ilə bağlı öz münasibətini bildirib və Gürcü dostlarımızdan aidiyyatı təklifləri aldığını və artıq Azərbaycan tərəfinin Ermənistana bu və ya digər məsələlərin, çoxsaylı məsələlərin əhatələndiyi proseslə bağlı aidiyyatı müraciət göndərilib. Amma bilirsiniz ki, Azərbaycan bugünə qədər heç bir formada dialoq formatından qaçmayıb. Heç bir formada heç bir vasitəçini, səmərəli vasitəçini prosesdən kənarlaşdırmayıb. Bugünə qədər prosesdən kimlər kənarda qalıbsa, onlar ya bir tərəfliyi pozublar, konkret olaraq Ermənistanı silahlandıran, Ermənistanı siyasi dəstək verən tərəf, subyekt necə bölgədə vasitəçi ola bilər? İndi bugün vasitəçisiz çox uğurlu bir format var ortada və indi bu formatda biz inkişaf etdiririk. Əgər bəli, o ki qaldı sülh, bilirsiniz, razılaşdırılan sülhün şərtləridir. Amma bu sülhün şərtlərinin qüvvəyə minməsi üçün Ermənistan maneələri aradan qaldırmalıdır. Biz sülh şərtləri barədə danışıq aparmırıq artıq. Biz həmin o şərtlərin sabit qaydada qüvvəyə minməsinin tərəfdarıyıq ki, Ermənistanda da konstitusiya və Ermənistanın müvafiq revanşist niyyəti beynəlxalq... Yəni güclü bir sənəd olsun əlimizdə. Bax, budur məsələ. İndiki məqamda bax, budur əsas maneə. Düzdür, Ermənistan silahlanma məsələsinə toxundunuz. Elə bu arada Azərbaycan Xarici İşlər Nazirliyindən bir xəbər gəldi. Mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkəsində bir məlumat verir ki, Fransanın Ermənistana öldürücü silahlarla təchiz etməsi Fransanın, eləcə də sülhə xidmət etməyən uzun müddətli anti-Azərbaycan mövqeyi nazir Jean-Noël Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir. Bu, Azərbaycanın Fransa Xarici İşlər Nazirinə verdiyi bir cavabdır. Yəni, Fransa hələ də təbii ki, biz görürük, müxtəlif formalarda Ermənistanı silahlandırır, ancaq Fransanın özündən başqa bir açıqlama gəlir. Dərhal bizdən də təbii ki, mövqeyimiz bildirilir. Buna istərdim bir qədər şərh Fransa bir mənalı şəkildə Cənubi Qafqazın destruktiv qüvvələrinin qaynaqlandığı məkandır. Fransa bugün Cənubi Qafqazda Ermənistan revanşizminin ən böyük dayağıdır. Fransa bugün Cənubi Qafqazda işğal dövrünün status quo-sunu bərpa etməyə bir mənalı şəkildə arzulayan
bir rejimdir hazırda, diktatura rejimi və belə olan təqdirdə bugün Fransanın bölgədə sülh arzulaması, nələrdənsə təəssüfünü bildirməsi və s. bunlar sadəcə utanç verici riyakarlıqdır. Ortada bugün nə fakt var? Fakt var ki, Azərbaycan və Ermənistan arasında tarixin heç bir dövründə bu qədər biz sülhə yaxınlaşmamışıq. Belə bir məqamda Fransa Ermənistanı öldürücü silahlarla silahlandırır. Fransa Ermənistan ətrafında müzakirələr açıb Azərbaycana böhtan qəraz dolu bir kampaniya başladır və bununla bağlı hətta müharibə vaxtında biz Fransanın ən azı 2 dəfə BMT Təhlükəsizlik Şurasındakı imkanlarından Azərbaycana qarşı istifadə etdiyini şahid olmuşuq. Və bugün ona görə də Fransalı hansısa nazirin, Fransalı ayrı-ayrı dövlət xadimlərinin bölgədə sülh barədə danışıqları sadəcə bir mənalı şəkildə beynəlxalq ictimaya yanıltmağa yönələn sərsəmələmələrdir və artıq biz bununla bağlı, bu bəyanatlarla bağlı artıq biz kifayət qədər hazırlıqlıyıq. Burada düzdür, biz Fransa mövqeyini bilirik Bəhruz bəy, ancaq deyə bilərikmi ki, belə bir məqamda artıq Almaniyada bir növ iləriki vaxtlarda, ilərləyən vaxtlarda Azərbaycanın əlini gücləndirə bilər. Yəni, bu nəticəyə nəyə görə gəldim? Almaniya prezidentinin Azərbaycana səfərindən və ardınca da prezidentin Ada Universitetində verdiyi bir açıqlaması var idi beynəlxalq forumda ki, nəzərə alsaq ki, Avropa İttifaqının 2 aparıcı ölkəsi var. Biri bəllidir onun siyasəti, amma digər bir tərəfdən biz ümid edirik ki, Almaniyanın bu və bundan sonraki siyasəti daha obyektiv və Azərbaycan yönümlü bir siyasət olar. Sizcə, həqiqətən biz Almaniyaya bundan sonra həyata keçirəcəyi siyasətdə etibar edə bilərikmi bu məsələlərdə? Bilirsiniz, Azərbaycan bölgənin lider dövlətidir. Bölgədə maraqlarını təmin etmək istənilən subyekt, o cümlədən Almaniya, hətta Fransa özü dayaqlarını möhkəm bazisə söykəməlidir. Yəni, Ermənistan məğlub dövlətdir, Ermənistan iradəsi özündə deyil. Əgər Almaniya maraqlarını təmin etmək istəyirsə, bir mənalı şəkildə Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Və digər tərəfdən, biz Almaniyadan, hətta Fransadan Azərbaycan yönümlü siyasət yürütməsini arzulamırıq. Biz beynəlxalq hüquqa hörmətlə yanaşmasını arzuluyuruq. Biz dövlətlərin daxili işinə qarışılmasının yol verilməzliyi prinsipini, biz bütövlükdə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan digər prinsiplərin aliliyinin tərəfdarıyıq. Yəni, əgər Almaniya bundan sonra beynəlxalq hüquqa hörmətlə prosesləri davam etdirsə, amma təəssüf ki, Almaniya prezidenti gəlməzdən öncə orada qondarma artıq tarixin bir daha deyirik, arxivində olan hansısa əski parçasını səhifəsində paylaşmışdı. Bəli, ola bilsin ki, Almaniya prezidentinin bundan xəbəri yox idi, amma nə dərəcədə səhv, texniki səhv, real görünür burada dövlət başçımızın da dediyi kimi. Yəni, Almaniya bu kimi o cılız niyyətlərdən kənar düşüb, bax, Azərbaycanda keçirilən danışıqların mahiyyətinə uyğun münasibətlərin davam etsə, burada qazanan Azərbaycan olacaq, Almaniya olacaq, hətta Ermənistan olacaq, necə də beynəlxalq hüquq olacaq. Son olaraq da bir sualım var. Bu erməni mediasında yayılan bir iddialardır təbii ki və bir müddət öncə bu məsələ yenidən, yəni tirajlanmışdı, indi yenidən gündəmə gətirilib. Marağımı çəkir ki, nəyə görə bu məsələ ortaya atılır, söhbət nədən gedir? Erməni siyasi ekspertinin bir iddiasıdır, Bəhruz bəy. Erməni ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir deyilir və Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib ki, onlara tapşırılıb ki, yaxın vaxtda artıq Azərbaycana təhvil veriləcək həmin ərazilər və Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq deyə bu erməni ekspertinin verdiyi açıqlamada iddialar üzərindəndir. Az öncə də qeyd etdim, bu ara sıra bir müddətdən bir həftə, 10 gündən bir tirajlanır bu erməni mediasında. Necə təhlil edirsiniz? Yəni, nəyə görə bu məsələlər əslində yenidən gündəmə gətirilir və haqlılıq payı ola bilərmi həmin istiqamətlərdə? Revanşist bir cəmiyyətin, beyni zəhərlənmiş bir cəmiyyətin ən yaxşı siyasi mübarizə üsullarından biri mütəmadi olaraq Ermənistan-Azərbaycan sərhədində ermənilərin geri çəkilməsi ilə bağlı xəbərlərin buraxılmasıdır. Bu, daxili siyasətə, daxili siyasi mübarizənin bir elementinə çevrilmiş artıq Ermənistanda bir haldır. Amma digər tərəfdən də, əgər sərhədlərin delimitasiya, demarkasiya prosesi həyata keçirilirsə, təbii ki, bu yöndə bu və digər addımlar atılmalıdır. İndiki halda Azərbaycan tərəfindən, Azərbaycan Müdafiə Nazirliyindən bununla bağlı hər hansısa bir bəyanat olmadığına və bununla bağlı hər hansı açıqlama olmadığına görə, hətta Ermənistanın özünün Müdafiə Nazirliyi də rəsmi açıqlama vermədiyinə görə bu proseslərlə bağlı sadəcə gözləmək daha doğru olar.